Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Milli Avrasiya Akademiyasının vəzifəli şəxsi vəfat edib. Xəbər verilir ki, Akademiyanın Elmi İnformasiya və Patent şöbəsinin müdiri Fuad Mirzəliyev dünyasını dəyişib. Onun ölümünün səbəbi barəsində məlumat verilməyib. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbir diləyirik. Sabiq millət vəkili, tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib. Xəbər verilir ki, o ötən gün İstanbulda dünyasını dəyişib. Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış. Mərhumun nəşi bugün səhər saatlarında Bakıya gətirilib. Qeyd edək ki, Cahangir Hüseyn Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbir diləyirik.